Həqiqi Azərbaycan vətənpərvəri heç vaxt öz tarixi kökün, öz tarixi hökmdarlarını təhqir eləməz. Əsla və əsla təhqir eləməz. Bizim üçün Babək də əzizdir, bizim üçün Cavanşir də əzizdir, bizim üçün Şah İsmail da, Nadir Şah da. Bunlar hamısı bizim tariximizdir, bizim şanlı tarixi keçmişimizdir. Şanlı tarixi keçmişimizdir. Şah İsmailin qurduğu devlət 236 il yaşayıb. Bu bizim imperiya tariximizdir. Yəni bu günləri Şah İsmaila əks gedənlər, Şah İsmaili Azərbaycan tarixindən çıxartmaq istəyənlər birbaşa erməninin, o Farsın dediyin deyir. Necə ki, ermənilər, farslar deyir ki, Azərbaycan xalqının, Azərbaycan türklərinin tarixi yoxdur. Elə deyil. Və siz də deyirsiniz ki, Azərbaycan, Şah İsmail bizdən deyir, Şah İsmail belə olub, Şah İsmail elə olub. Onda biz öz tariximizin 236 illik səhvəsini atırıq zibilliyə. Bu nədir? Bu birbaşa Azərbaycan tarixinə qarşı separatçılıqdır. Bir mənalı şəkildə separatçılıqdır. Yəni, insan biraz özünə hörmət eləyər, öz tarixi keçmişinə hörmət eləyər.